Hı. Və misdən ibarət 10 qram qarışığın üzərinə artıq miqdarda qatı. Burada qatı sulfat mislə reaksiya gəlir. Əgər 36% qızılsa, deməli 64% də Düz deyir. misdir. Deməli 36% Onun darıxma. 100%. 36% qızıldısa, ümumi 100% də. Deməli 64% də misdir. Misdir, bəli. 36% qızıldısa, 64% mis. Buradan Və misin 10 kütləsini qram tapa qarışıqdır. bilərik. Qatı sulfatla da Tamerlan düz deyir. Deyir ki, qatı sulfatla mis girər. Çünki bilirik axı qızılla platin uşaqlar heç nə ilə girmir. Ancaq çar aralığında həll olur. Onda biz mislə qatı sulfatın reaksiyasını yazaq. Mis üzərinə gəl. H2SO4 qatı. Tamerlan davam edə. Buradan alınar mis SO4, kuprum SO4, sənə gəlsin SO2, bir də su. Sonra əmsallaşdırsaq. Əmsallaşdırmadan Mis 0-dan 2-yə gəlir 2, kükürt də 6-dan 4-ə gəlir 2. 2, 2, 1, 1 edir. Bunda 1, 1, onda bura bir dənə 2 düşür, bir dənə də suya 2 düşür, məncə hazırdır. Bir dənə bax. Məncə hazırdır. İndi bizə deyir ki, deməli, əmələ gələn qazın həcmini. İndi uşaqlar 10 qram qarışıqdır. Burada mis neçə faiz elədi? 64%. Bildik də 64 hardan gəlir. İndi onun 64%-i nə qədər eləyir Tamerlan? 6.4. 6. Deməli, mis 6.4-dür. Özü 64-dür. Əmələ gələn qazın həcmini istəyir X. Bu da 1 molda 22 molda. 2,124. Bəli. Cavab eləyir 2,24.